1873-cü ilin elə bu günü 10 mart tarixində Milli Teatrımızın əsası qoyuldu. Həsən bəy Zərdabi tərəfindən Bakı Real Məktəbinin şagirdləri ilə birlikdə ilk dəfə olaraq Mirzə Fətəli Axundzadənin Hekayət-i Vəzir-i Xani Lənkəran əsərini səhnələşdirdilər. Ancaq mən düşünürəm ki, teatrın yaranması 1873-cü ildən çox əvvəllərə gedib çıxır. Çünki birbaşa teatrın yaranması bizim mədəniyyətimizlə, yəni əsasən də ədəbiyyatımızla bağlıdır. 1850-ci ildə Mirzə Fətəli Axundzadə Azərbaycan ədəbiyyatında dramaturgiyanın əsasını qoydu. Və dramaturgiyanın əsasının qoyulması ilə də bir növ teatrın yaranması üçün bir özü, əsas yarandı. Bir şagirdlərimiz isə Axundzadəni Hekayət-i Misr-Jordan Həkimi Nəbatat və Məstəli Şah Cadüqünün məşhur komediyasına səhnəni sizlərə təqdim edəcəklər. Bir daha hər birinizə iştirak etdiyiniz üçün, gəldiyiniz üçün təşəkkür edirəm. Bacım, niyə ağlayırsan? İtil cəhənnəmə. Ağa bacım, Allah, niyə ağlayırsan? İtil cəhənnəmə deyirəm, əlimdə işim var, qoy işimi tutum. Axı sən ki, iş tutmursan, ancaq ağlayırsan. De görüm, niyə ağlayırsan? Deməsən, gedib anamı çağıracaq. İtil cəhənnəmə əl çəkmək, qoymaz işimi tutam. Gedib anama xəbər verəcək. Allah, gəlib soruşsa ki, niyə ağlayırsan? Nə deyəcəyəm? Heç vaxt deyə bilmərəm ki, nədən ötürü ağlayırdım. Yaxşısı budur ki, danaram. Deyirəm ki, heç ağlamırdım. Ağız, bu qızı niyə təndirsən? Uşaq yerə girsin, dinc oturur məgər. Səhərdən bəri qoymuyor ki, 2 təngə yun varayı. Elə iş təngilik edir. Gah yunu qapıb, gah çarqatını qardır. Axırda mən də cana doydum. Bir tikə o yana itələdim. Ağlaya-ağlaya üstünə qaçıbdı. Qan olmadı ki. Ana, vallahi yalandır. Heç də yun da aramırdı. Dedim ki, ağlama, o məni arxamızda geri yıxdı. Ağız, Şərifəsə, ağlamaq nədir? Niyə ağlayırsan? Allah şükür, anan sağ, atan sağ. Gözəl geçər daxılma yanında. Ana, vallahi ağlamırdım. Ayı ilə girmiş, mən haçan ağlayırdım. Vallahi, ana, ağlamırdım. Allah şükür, atam sağ, anam sağ. Dəx nə var ki ağlayam? Bəs nə demirsən adaxılın yanında? Adaxım kimdir? Necə yəni adaxılın kimdir? Əmin oğlu Şahbaz bəy. Allah qoysa 20 gün sonra sizin torunuz olacaq. Vay, anam nələr söyləyir. 10 gündən sonra Şahbaz bəy çıxıb gedir. Bilmirəm, atam kimə toy da darı gedir. Şahbaz gedir, hara gedir? Şahbaz kimlə gedir? Kim deyir bunu sənə? Özü. Yaxşı, hara gedir? Bilmirəm, Firəncəmi, Parijəmi, adı batsın, dilimə də yovuşmur. Bəs kimlə gedir? Qonağımız Monsieur Jordan idi. O bizim çarçıq döşürən firən gidən, nədən ötürü onun neyin azıb? Bilmirəm, cahil uşaqdır. Monsieur Jordan beyninə salıbdır ki, Parijdə gəlinlər, qızlar yığıncaqlarda, məclislərdə üzü açıq oturub dururlar. Bilmirəm, başqa zadlar da çox deyibdir. Ağız, götürürlər, get Şahbaz bəy və Hatimxan ağanı çağır, gəlsinlər bura. Əmi dostum, nə var? Xeyr ola. Şahbaz, eşitirəm Parijə gedirsən, bu nə sözdür? Gedənlər olar əmi dostlar, gedərəm də, qayıdaram da. Şərəfimsəyə başlarını örtən təzəşlərdə alıb sohbət gətirərəm də. Firəc qızlar başlarına da təsəklərdə mənə lazım deyil. Al onların başlarını ört ki, Qarabağda onların havasına yerlənib uçursan. Yaxşı deyil, o təsəklər şərəfimsəyə lazım deyil. De görüm, sən öz başqasan mı çıxıb Parijə gedirsən? Əlbəttə, əlimdən izin almamış gedə bilmərəm. Monsieur Jordan önce ondan rüsxətimi alacaqdır. Çox yaxşı, sən hazırsan, yolundan çıxmışsan, 20 gün sonra sizin torunuz olacaq. Necə yerim ki, mənim toruma qalıbdır? Mən hələ uşağım, bu televiziyaya evlənməyəcəyəm, toy etməyəcəyəm, məncə güc olar. Bəli, güc olar. Əgər şərəfinizə uşaq olmasaydı, sizin torunuzu 2 il bundan əvvəl edərdik. Adam acılığından, susuzluğundan, oğluna, qulduruna qurşan, Allah şükür mənim nəyimə şükür. Aclıqdan, susuzluqdan, nə qədər insanlar quldur olurlar? Xeyr ol, arvad. Nə məsələdir? Tələsik məni çağırmışsan. Nə olacaq kişi? Gəl gör çörçöp göçürüb, içsizləyib yedizlədiyiniz Monsieur Jordan yenə qardaşın oğlunu özü ilə Parijə aparır. Necə? Monsieur Jordan Şahbazı Parijə aparır. Kim deyil? Mən deyirəm, Şahbaz öldü, şərəfinsəyə deyil. O bilmir ki, sənin qızın ürəyi kövrək işləyir. Nəyə görə ona sataşır? Anabalı ikinizin 2 pulluq adınız yoxdur. Bir sözün ötürü hər bir yerdən olursunuz. Cahil uşaqdır, bir para sözlə firəngin başına aldadır. Arvad, Allahını sevirsənsə qışqırma. Bu saat ölsün çağırıb, yanında sorun çağırıb. Bu necə sözdür? Bəli, Hatimxan ağa, bu sözü mən özüm sizə deyəcəkdim. Çünki heyfdir, Şahbaz və kimi cavan və zirək və savadlı oğlan Parijə aparıb, ona French dilini öyrədib yola salır. Çünki həvəsi də var. İndi də mənim ilə oturub durmaqdan bir para kəlmələr öyrənib.
Şahbaz balam, doğru taşı Paris'e gitmək istəyirsən. Bəli, əmi, əgər istəmiş şərtiniz olsa, Mr. Jordan'a gedərəm, gələn sonra özüm qaydaram, gələrəm. Nədən ötü balam? French yeni öyrənməyə əmi. French dili sənin heç bir şeyinə lazım deyil. İnsana əsas ərəb, türkü, rus dilləri lazımdır. Bunlar da Allah şükür dini müəssislərimizə öyrətdik. Əmi, French dili mənə çox lazımdır. Bildir ki, Tiflisə məni art çapmaq üçün izin almağa göndərmişdiniz. Allah verdi və Elnəxu tarif verdi və Varşavada da hər məclisdə French dili bildiyi üçün məndən hörmətli idi. French dili sənin heç bir şeyinə lazım deyil. İnsana əsas ağıl lazımdır. Bir dil öyrənmək də isə sənin ağlın artmaz. Əmi, zamanı əhlinin birisi də Paris xalqıdır. Oranın adət və xəlvasından necə xəbərdar olmaq lazım gəlir? Sən əgər oranın adət xəlvası öyrənmək istərsənsə, mən bu saat bunlar sənə qandırım. Necə? Biz başımızı qırxarıq, onlar isə başlarına tüc qoyarıq. Biz xörəyi əlimizə yeyərdik, onlar isə qaşıq yerə yeyərlər. Bizdə çox arvad almaq adətdir, onlarda isə çox əl almaq. Hatem xanım, mənim qəsdim bu idi ki, Şahbaz bəyi Parisə aparıb, özüm onun tərbiyəsi ilə məşğul olum. Əgər mən Qarabağa gəlməsəydiniz, siz hərdən biləcəktiniz ki, Qarabağda belə qəşəng otlar bitir. Yaxşı, Şahbaz sabah da gedəcək Parisə qayıdacaq. Bir il çəşər gedib gəlməyə, bir ildən az qalsa öyrənə bilməz. Könlü düşübdür, papağını çevirə bir il gəlib keçir. O gələnə qədər isə Qarabağdakı işlər qutarır, gəldikdən sonra toy da tarif görərik. Kişi, sən nə danışırsan? Qoymaram mən Şahbaz Parisə getməyin də, mərifət kəsb etməyin də, Firən kralından bəxşəyiş almağın da. Arvad, Allahını sevirsənsə qışqırma. Uşaqdır, könlü düşübdür, qoy getsin. O gəldikdən sonra isə toy tədarükü görərik. Göydən uçan quş sən əl salıb saxlaya bilərsən, Şahbazda o formadır. Onu çətinliklə saxlayarıq. Mən qoymaram Şahbaz getməyə. Əgər mən Şahbaz getməyə qoysam, bu da tetsəngilləri neçə olsun. Allahu Əkbər, əmi dostum bilməm mənə hansı Qarabağ dostuna girəcək. Görərsən, sən öz bildiyindən, mən öz bildiyimdən. Arvadların işi xatadır. Xanpəli, bilirsən işin keçdi. Şahbaz bəy deyir ki, mən Parisə gedirəm. Səni bundan çağırdım ki, bir əməl bilirsənsə elə. Qoyma Şahbaz Parisə getsin. Bilirsən, Hatem xan ağa ağzı xamır kişidir. Xanım, əla odur ki, bayaq sənə deyirdim. Nəyə lazımdır ki, Hatem xan ağadan və öcəsindən minnət çəkirsən? Gətir qonşuluqdan Ağzəbəd kəndindən. Qızılbaşdan gələn dərviş məsləhət. Gəlsin ki, necə sənin muradındır, bu işi elə düzəlsin. Mən onun cadısını bir hikmət görmüşəm. Əgər istəsə bu saat mən qocamdan boşaram. Xanpəli, onun cadısının gücündən mən də xəbərdaram. Amma yenə də biraz səksəkiyəm. Bilirsən, bu çətin işdir. Gələ yaşım çıraq yanarmaqdır. Məsləhət bizim evdə olsun. Boşda xanım, bu saatda göndərirəm. Amma gərək məsləhət bura Hatem xan ağadan və Şahbaz bəydən xəlvət gəlsin. Əgər Şahbaz bəy onu burada görsə, onu da öldürər, mən də saat qoymam. Mən bu saat gedərəm. Hatem xan ağa və Şahbazda elxiyə baxmağa gedirlər. Tapşırmışam ki, gələndə də Şərifənin evində qalsınlar. Tələsmə xanım, bu saat gələr. Yox olsun ki, gərək cadı pitik olmaya. Əgər məndən deyilmiş olmasaydı, şəksiz Mr. Jordan Şahbazı Parisə aparacaqdı. Gününü göyəksiyə duyacaqdı. Əmi dostum nə tuvar elədi? Mr. Jordan'ın yanında əmimin üstünə çır-çır çığırdı, məni də hədələdi. Şübhəsiz ki, sən heç özün etdiyindən xəbərin yoxdur. Əmi dostunun çığırmağı gözdə görünür. Şərəflisə, qadan al, mənim nə günahım var? Əslində bu şəkilləri mənə kim gətirdi? Sən gətirib demədinmi ki, gör Frenkdə, Parisdə necə gözəl qızlar var. Hələ mən utandığımdan bunları əm dostuna göstərməmişəm. Uy, şərəflisə, necə uşaq danışırsan? Bu şəkildə Mr. Jordan'ın kitabların arasından çıxdı. Mənə verdi ki, get bunu adamına göstər. Parisin qızları və gəlinləri belə tür paltarına geyirlər. Bundan gələsi nə var? Bundan gələsi o var ki, sən onların obasına yenilənib uçursan, istəyirsən ki, Parisə gedəsən. Şərəflisə, Parisin qızları qurban olsun sənin bir tevinə. Mənim ki, sənin tək gözəl bir yarım var. Bəsdir, Allah'ın sevirsən bu azları bizə az gəl. Sənsiz bir günün olmasını deyən oğlan buradan Parisə çıxıb getməz. Mən ona görə Parisə getmək istəyirəm ki, vəzifə versinlər. Amma adamı hər işdə gələk və vasitəçi olsun. Tiflisdə o biri yerlərdə məni tanıyan yoxdur. Bəsdir, bu sözlər tamam təllüfedir. Məni anlatmaq üçün bir bahanədir. Sənin kimi gözəl, ağıllı, kəmallı oğlana Tiflisdə qulluq tapmaz. Oradan gələndən sonra Tiflisə qulluq etməyə gedəcəyəm.
Şahbaz, bura gəl. Dərviş gəlmədi. Xanım, tələsmə, bu saat gələr. Salam aleyküm. Əleykum salam baba dərviş. Geç otur. Hanım, mənə nisbət məmnunluğumuz var. Buyurun, canbaş ilə bitirməklə. Baba dərviş, sən bilirsən nə üçün narahat eləmişik? Şahbaz bəy deyir ki, mən Parijə gedirəm. Əgər bir əmək bilirsənsə, elə. Bu mənim qızımdır. Gözəl görsək şərəfinsən. O, onun adaxlısıdır. 20 gün sonra toy olacaq. Şahbaz bəy deyir ki, mən 10 gündən sonra çıxıb Parijə gedirəm. Bu heç də düzgün bir iş deyilmiş. Çəkmən burada canlı məsələ ilə ya Parijin, ya da Monsieur Jordan'ın başında çatlasın. Baba dərviş, necə? Cadon məsələyə Parijin ya da Monsieur Jordan'ın başında çatlasın? Məsələn, mən Şahbaz bəyə əlimi vursam, onun bədəninə gəlib müsaadət edib ki, o bu işindən dönsün və Parijə getməsin. Baba dərviş, bu iş tamam onlardır ki, Şahbaz ise Parijə getməsin. Bu sürətə gəlişdirir ki, mən Parijin diblərimə, ifritələrimə əmr edim ki, Parij'i dağıtsınlar. Göz açıb yumana da çox olsun və yaxud da bir xoruz götürəcəyik. Onun adını Monsieur Jordan qoyacağıq. Onun başını vuran kimi Monsieur Jordan'la başı və bu mənim işimdir. Müharibələr dövründə mən Ermənistan ərazisindən Naxçıvan ərazisinə keçməyə qoymurdular. Nə qədər yalvarsam da qoymadılar. Axırda əsəbləşdim, ciblərimə, ifritələrimə əmr etdim ki, Naxçıvanı dağıtsınlar, altı üstə çevirsinlər. İndi fikirləşin görüm, axar çayına, axma desəm, axarmı? Allah, dərdini əsirgə. Xanım, gedi keçir, durmaq vaxtı deyil. İndi deyin görüm, Şahbaz bəy, Monsieur Jordan nə baş edəcək? 10 gündən sonra. Çox yaxşı. İndi mən cadımın əsəri ilə Parij'i dağıdacam, altını üstə çevirəcəm, göz açıb yuvarlanacaq yox olacaq. Və yaxud da Monsieur Jordan'ın boynunu Hər ikisini baba dərviş, rənglərə yazığımız mı gələcək? Abba, sənin ürəyin daşlandırmır ki, onlar bizə neyi idər ki, biz onların evlərini, imarətlərini, min bir insanlarını qırırıq. Can ana, elə demə, Monsieur Jordan yazıqdır. Mən razı deyiləm ki, onun başı vurulsun. Düz deyirsiniz, şərfinisi də düz deyir. Monsieur Jordan'ın tək işi budur ki, o Şahbazın başını aldadıb, özü ilə Parijə aparır. Baba dərviş, Parijə dağıtsınlar. Baş üstə, xanım, Xanpəri xala, çıxın çörə. Mənə Qulaməlinin şagirdimi çağırın. Salamun aleykum. Aleyküm salam. Xurcunu aç və içindəki taxtaparaları yerə qoy. Nə etmək istərsiniz? Parijin heykəlini bərpa edib, onu dağıdan kimi Parijin dağılmağını istəyirəm. Nə səbəbə? 100 təzə bacaqlı bu xanım bu səbəbə görə verəcəkdir. Yaxşı, bu xanımın Fransa paytaxtı və xalqı ilə nə düşmənliyi ola bilər axı? Bu çox uzun hekayədir. Xurcunu aç və yerə qoy. Bu sadə ağlıma sığmır ki, bu zarafatdır ya yox. Bir göz qırpımında Paris necə xarab ola bilər axı? Ay kişi, necə, nə? Belə qəribə hadisələr olmurmu? Çünki bu xanım mənə 100 təzə bacaqlı verəcəkdir. Mən necəmə yox deyə bilərəm. Həm Paris bəzi səbəblərə görə dağıla bilməzmi? Bu axırıncı fəqərəni qətiyyən ağıl qəbul etmir, xam xəyaldır. Yaxşı, keçmiş fəqərəni ağıl qəbul edilmir, o da xam xəyaldırmı? Bəli, ondan nə şübhə var? Yaxşı, hisslərimi boş suallarla xərcləmə. Atların yanına get və orada gözlə məni. Heç nə. Dilləri, İngiltələri rahat Parij'i dağıtmaq üçün əməl oxuyurdum və bu sayədə daha da asan da olsun. İndi buyurun, mən bunu dağıdan kimi Parij'in göz qırpımında yox olacaq. Ya Məlikə, ya Səlikə, ya Məlikə, ya Səlikə. Xanım, Parij'e dağıldı, razı olduğunuzu nə düşünürsünüz? Bəli, baba dərviş, çox razı oldum. Amma gəlin Parijin dağılma xəbərini Monsieur Jordan'a çatdırarıq. Xanım, çatdırmaq olar. Çünki bir insan Qarabağa bir saniyəyə, bir dəqiqəyə, bir günə, 10 günə də xəbər verə bilməz. Tələsik edirsən. Paris dağıldı, Tülyeri yıxıldı, gözəl şəhər, gözəl səltənət, Diman Paris, Diman Tülyeri. Parişi kim dağıtdı? Kimi yıxıbdı? Cinlər, əcinələr, bəd əməllər yıxıbdır. Sən nə titrəyirsən, ay Fəsad? Yoxsa Parişi sən yıxdırırsan ki, mən də ora gedə bilməyəm. Yox, olmaz, Quran haqqı. Mənim heç təqsirim
Şakir. Həkim sahib, şahbaz da aparırsınızmı? Siz nə deyirsiniz? Mən baş qoymağa yer tapmıram. Şahbazı hara aparım? Şahbaz, balam, gəl gedək görək bu necə iş alır. Xanpəri onun əlindən heç zat qurtarmaz. Mən hələ qorxuram ki, Parisin yıxılmağının zərbindən özgə şəhərlər də bərbad olar. Necə ki, Mənsəli Şah deyirdi. Naxçıvan və Şərif mahallarının yıxılmağının zərbindən Ağrı dağının bir hissəsini qopub düşən kimi. Bu təəccübdür. Elə əsl təəccüb budur. Kişilər bizə deyirlər ki, cinlərə, əcinlərə inanmayın. Amma gördük, cinlərə, əcinlərə necə parça dağıtdı. Xanım, kişilərin məgər ağlı var. Əgər onların ağlı olsaydı, biz onları min yol aldatmazdıq. Thank you.